Bakıda 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunan tələbə qrup yoldaşını bıçaqlayıb. Təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilib. Prosesdə universitetin bir neçə tələbəsi şahid qismində ifadə verib. Şahidlər bildiriblər ki, Fəridlə aralarında heç bir düşmənçilik olmayıb. O sakit və normal davranışlı biri kimi tanınıb. Hər hansı psixoloji probleminə şahid olmayıblar. Hadisənin isə Fəridin anası ilə bağlı səsləndirilən iddialara görə baş verdiyi qeyd olunub. Məlumata görə hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib. Fərid Əliyev mübahisə zamanı qrup yoldaşına bıçaq zərbələri endirib. İstintaq zamanı onun şübhələrini təsdiqləyən hər hansı fakt aşkar edilməyib. Araşdırma zamanı təqsirləndirilənin hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və o bir saylı ruhi əsəb dispanserində məcburi müalicəyə cəlb olunub. Növbəti məhkəmə iclası martın 31-nə təyin edilib.